Anderson Skardueli. Kostadinov'un qapıya zərbəsi və gol! Kostadinov! Çox gözəl bir gol vurur. Kostadinov topu birbaşa qapıya göndərir və əlbəttə ki, bu epizodda qapıçını da bəlkə də günahlandırma olar. Herhalde epizodun təkrarını izlədikdə bunu görəcəyik biz. Orxan Sadıqlı ötən mövsümdə də belə səhvlərlə daim yadda qalırdı. Əslində Xəzər Lənkəran çoxdan qapıçı problemini həll etməliydi, amma indi bunun cəzasını çəkə bilər Xəzər Lənkəran. Kostadinovun isə mükəmməl zərbəsi, uzaqdan çox gözəl qol vurur Kostadinov. Və bəli, Orxan Sadıqlının daha bir səhvi, Azərbaycan çempionatında Orxan Sadıqlının daha bir səhvi çoxdan Xəzər Lənkəran qapıçı problemini həll etməliydi, amma Oğuz Çətin də məhz bu qapıçıya güvənməyə qərar aldı. Amma belə vəziyyətlərdə əlbəttə ki, bu qapıçı Xəzər Lənkəranı daimi pərişan edə bilər. Kostadinovun da gözəl zərbəsini qeyd etmək